Recording in progress. Salam, axşamınız xeyir olsun. Biz bugün məntiqdən sahə və perimetrlə bağlı test suallarının izahına baxacağıq. Keçid edək suallara. Ümumi olaraq sahə və perimetrlə bağlı suallarda biz fiqurların, bəzi fiqurların düzbucaqlıdır, kvadratdır, üçbucaqdır. Bunların sahə və perimetr düsturlarını bilməliyik. Gəlin baxaq birinci suala. Birinci sualda görək nə deyir bizim üçün. Deyir ki, 6 santimetr bir tərəfidir fiqurun, 12 santimetr, 6 santimetr, 7 və 4 santimetr. Biz bu fiqurun sahəsini tapmaq üçün buradan 2 dənə fiqur ayıra bilərik. Bu fiqurlardan biri olacaq düzbucaqlı, digəri isə yoldaşlar düzbucaqlı, üçbucaq olacaq bizim üçün. İndi biz ayrı-ayrılıqda əvvəlcə düzbucaqlının sahəsini tapacağıq, sonra isə üçbucağın sahəsini tapacağıq. Düzbucaqlının sahəsi nəyə bərabərdir? Biz bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün enli uzunluğuna vurmaq lazımdır. Bir daha deyirəm, düzbucaqlının sahəsi S bərabərdir A vuraq B-yə. Perimetr isə P bərabərdir 2 vurulsun A plus B-yə bərabərdir. İndi bizim bu düzbucaqlının eni neçədir? 6 santimetr, uzunu neçə santimetrdir? 12 santimetr. Onda gəlin yazaq. S bərabərdir 6 vurulsun 12. 6-nı 12-yə vuranda neçə eləyəcək bizim üçün? 72. Deməli, biz düzbucağın sahəsini tapdıq. İndi yoldaşlar, gəlin üçbucağın da sahəsini tapmağa çalışaq. Üçbucağın aşağı oturacağı, yəni kateti 4 santimetrdir. Əgər yoldaşlar, ümumi uzunluq 12 santimetrdirsə də düzbucağın uzunluğu. Bu aşağı hissə isə baxın, burada 7 santimetrdirsə də onda digər qalan hissə neçə santimetr olacaq? Deyəcəksiniz burada 5 santimetr. Deməli, onda düzbucaqlı üçbucağın katetləri 5 və 4 santimetrdir. Üçbucağın sahəsini tapmaq üçün katetlərin hasilinin yarısına bərabərdir. Onda yazacağıq 4 vurulsun 5 bölünsün də 2-yə. Bu da eləyəcək bizdə 10 santimetr. İndi bizdən ümumi sahəni soruşduğuna görə yoldaşlar, ümumi S bərabərdir. Birinci sahədən, yəni düzbucağın sahəsində aldıq 72, ikinci sahədən də aldıq 10 santimetr. İndi nə eləyəcək? Bunların da cəmini tapacaq. S1 üzərinə gələk S2, o da bərabərdir. 72 üzərinə gələk 10 santimetr, 82 santimetr. Deməli, doğru cavab nə oldu? Bizim üçün B variantı. Gəlin baxaq ikinci suala. İkinci sualda da yoldaşlar əvvəlcə fiquru tamamlamamız gərəkir. Bu aşağı hissə bizdə 4 santimetrdirsə də, onda nə olacaq? Deməli, deyəcək ki, yuxarı hissə də bizdə 4 santimetrdir. Ümumi olaraq düzbucaqlının uzunluğu verilib yoldaşlar. Düzbucaqlının uzunluğu neçə santimetrdir? 10 santimetrdir. Əgər 10 santimetrdirsə də düzbucaqlının eni neçə santimetrdir? 9 santimetrdir. Bu 9 santimetrdən baxın, bu 5 santimetr biz çıxsaq, onda biz buradakı üçbucağın bu qalan hissəsini tapa bilərik. Bəli, tapa bilərik. Onda gəlin yazaq. 9 çıxaq 5, o da bərabərdir 4. Deməli, onda bura oldu bizdə 4 santimetr. İndi gəlin digərlərinə baxaq. İndi yoldaşlar, düzbucağın uzunluğu 10 santimetrdirsə də, biz ondan 4 santimetri çıxanda, baxın, bu iki xətlər qoyulan hissələr tapa bilərik. Bəli, tapa bilərik. Onda qalacaq 6 santimetr. 6 santimetrdən bu xətlər onların bərabər olduğunu bizə bildirir. 6-nı 2 bərabər hissəyə böləndə də düşəcək 3 santimetr. Deməli, bu hissələr 3 santimetrdir. Hər ikisi. Ortadakı isə uzunluq 4 santimetrdir. Cəmi yenə də baxın, uzunluğu elədir 10 santimetr. Onda gəlin ümumi düzbucaqlının bir ümumi sahəni biz tapaq, yoldaşlar. Onda ümumi sahə S bərabər olacaq, yəni düzbucaqlının sahəsi. Uzunluğu verilib, eni də verilib. Yazacaqsınız ki, 10 vurulsun 9-a, da 5 yazmayın. Çünki bu tərəfə baxanda çaşa bilərsiniz. Ümumi uzunluq burada verilib 9 santimetr. 10 vurulsun 9-a eləyəcək bizdə
90 santimetr. İndi 90 santimetr budursa da, yoldaşlar, bizim burada baxın, kiçik bir düzbucaqlı yaranıb. İndi onu fərqli bir rənglə seçəcəm, gözümüzdən qaçmasın. Baxın, görürsünüz, burada kiçik bir düzbucaqlı yaranıb. Bu düzbucaqlının eni 2-dir, uzunluğu 4 santimetrdir. Onda biz bu düzbucaqlının sahəsini tapa bilərikmi? Dedi, sahə nəyə bərabərdir? En uzuna vuranda düzbucaqlının sahəsini tapmaq olur. Onda bu düzbucaqlının sahəsi 8 santimetrdir. Bunu da başa düşdük. İndi yoldaşlar, əgər bura 3-dürsə də, burada da bərabərlik varsa, burada 3-dür. Onda əgər düzbucaqlı üçbucağın katetləri 4 və 3-dürsə də, onda mən üçbucağın da sahəsini tapa bilərəmmi? Nəyə bərabərdir katetlərin hasilinin? Dedik, yarısına bərabərdir. Onda bu üçbucağın sahəsi də 6 santimetrdir. Onda gəlin yoldaşlar, biz ümumi sahədən bunları çıxaq. Ümumi sahədən bunları çıxanda görək nə qalacaq. Deməli, ümumi S bərabərdir. 90 santimetr, çıxaq bizim üçün 8 santimetr, bu da çıxaq 6 santimetr. Əlbəttə ki, qalacaq 82, 76. Deməli, 76 santimetrdir bu fiqurun sahəsi. Doğru cavab bizim üçün Y variantı. İndi gəlin üçüncü suala baxaq. Üçüncü sualda, əgər burada bizim üçün qırıq xətlər verilibsə, deməli, biz bu qırıq xətləri tamamlamalıyıq əvvəlcə. Ümumi olaraq bu hansı fiqurdur? Kvadratdır. Bilirik ki, kvadrat necə bir fiqurdur? Kvadrat bütün tərəfləri bərabər olan bir fiqurdur. Kvadratın tərəfləri bərabərdirsə də sahəsi nəyə bərabərdir? Kvadratın sahəsi əlbəttə ki, A kvadratına bərabərdir. Bəs kvadratın perimetri nəyə bərabərdir? P bərabərdir. Deyirik ki, perimetr nədir? Bütün tərəflərin cəmi deməkdir. Əlbəttə ki, 4 aya bərabərdir. Əgər tərəflərin biri aya bərabərdirsə də, o deməkdir ki, bu artıq bir kvadratdır, yəni bizim üçün. Yəni, gizlin burada 1, bir də 1-ə vuranda 1. Elə A kvadratına bərabər olmuş olacaq. İndi gəlin sayaq görək əvvəlcə neçə dənə kvadrat var. Əgər neçə kvadrat varsa da sayı qədərdən sahəsi olacaq. Gəlin baxaq. Deməli, 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə, 8 dənə, 9, 10, 11, 12, 13. Deməli, 13 dənə kvadrat varsa, 13 A kvadratı qədər də sahəmiz var. Doğru cavab B variantı. İndi gəlin dördüncü suala baxaq. Dördüncü sualda da əvvəlcə yenə də nə eləyəcək? Fiquru tamamlayacaq yoldaşlar. Biraz böyük görsənə bilər, qarışıq görsənə bilər, amma çox da çətin sual deyil, maraqlı sual nümunələrindəndir. Gəlin baxaq. İndi yoldaşlar, bax, ilk öncə bu aşağıda görürsünüz ki, burada 2 başlı ox var. Ortada da yazılıb 9Z. 9Z varsa da, əgər burada da 2 xətlər varsa da, yəni bu 9-u biz 3 bərabər hissəyə bölməliyik. Amma 9-u 3 bərabər hissəyə bölünən neçə düşəcək yoldaşlar? Deyəcək ki, 3 düşəcək. Deməli, 3 santimetr buranın uzunluğudur, 3 santimetr buranın uzunluğudur, 3 santimetr də buranın uzunluğudur. Onda bu iki xətlərin hər biri yoldaşlar bizim üçün olacaq 3 santimetr. İndi əgər bu uzunluq burada 9 idisə da, buranı da tapdıqsa da 3, onda ümumi baxın, bu uzunluq nəyə bərabər olacaq? Onda bu uzunluq 9-un üzərinə 3 gələndə deyəcək 12 santimetr. Deməli, onda biz düzbucaqlının uzunluğunu tapdıq. Düzbucaqlının yoldaşlar eni də var 9. Onda sahəsini tapa bilərikmi? Sahə bərabərdir 12 vurulsun 9-a. Bu deyiləcək bizim üçün 108 santimetr. Bununla da məsələmiz həlli əsas hissəsi vacibini tapmış olduq. İndi gəlin davamına baxaq yoldaşlar. Burada yaranan gəlin bu fiqurların bir sahəsini tapmağa çalışaq. Əgər bura 3-dürsə də yoldaşlar, bura 3-dürsə də, baxın, burada bir dənə bizim üçün kiçik düzbucaqlı yaranıb. Bura 3-dürsə də, eni 2-dirsə də, onda biz bu kiçik düzbucaqlı sahəsini tapa bilərik. Onda yazacağım qısaca. S bərabərdir, eninin uzunluğuna vuracaq. Deməli, burada alındı 6. Deməli, bunun sahəsi 6-dır. Onda gəlin, bu birisi düzbucaqlı, üçbucağın da sahəsini tapaq. Ümumi olaraq biz bu sahələri tapandan sonra yoldaşlar, ümumi sahədən bunları çıxacaq. Gəlin bunları da addım-addım yazın. Altını tapdıq, sonra çaşmayaq.
Bu düzbucaqlı üçbucağın da yoldaşlar. Baxın, 3 santimetr verilib. Burası 3 santimetrdir. Yəni, bax, bura 3-dürsə də, burada 3-dürsə də 3, 3, 6, 9 elədirmi? Ümumi uzunluq da 12-dir. 12-dən də 9 çıxanda nə qalacaq? 3 qalacaq. Deməli, onda düzbucaqlının elə bu kateti də bizdə 3 santimetrdir. 3 santimetrsə də bu tərəfin uzunluğunu 2 vermişdirsə də, ona deyəcəm, burada 2-dir. Deməli, aşağı oturacaq bizim üçün aşağı katet 2-dir, digəri isə 3-dür. Onda bu düzbucaqlı üçbucağın sahəsi nəyə bərabər olacaq? Dedik, katetlərin hasilinin yarısına bərabərdir. Yəni 3-ü 2-yə vuracaq 6, 6-nı da 2-yə böləndə düşəcək 3. Onda düzbucaqlı üçbucağın sahəsi də oldu 3. İndi gəlin digərlərini tapmış olaq. Baxın, bu aşağı hissədə də burada bizim üçün bir dənə yenə düzbucaqlı yaranıb. Eni bizim üçün hansı hündürlükdədir? Baxaq, eni bizim üçün 3-dür. Elə. Onda bura əgər 3-dürsə də 3-ü 3-ə vuranda eləyəcək 9. Onda S də bərabərdir 9. Gəlin çıxaq 9-u da. Ondan sonra yenə burada yaranan bu fiqurumuzun gəlin sahəsini tapaq. Bir tərəfi 3-dürsə də, digəri də 3-dürsə də, çünki ümumi en bizdə 9 verilibsə, 9-dan 6-nı çıxanda, baxın, bu hissə 3-ü tapıram. Ona görə də 3-ü də 3-ə vuranda eləyəcək 9. Onda bu da elədir 9 yoldaşlar. Onda bir dənə də çıxacaq 9. İndi ümumi olaraq 3, 6, 9, 9 bu eləyir bizim üçün 27. 8-dən də 27 çıxanda qalacaq 81. Deməli, 81 Z kvadratı. Doğru cavab A variantı. İndi gəlin baxaq 5-ci suala. 5-ci sualda da yenə də eyni qayda ilə baxacağıq. Əvvəlcə bu hissəni biz tamamlayacağıq. Baxın, burada bizim bir dənə düzbucaqlımız yaranıb, uzunluğu verilib, eni verilib 3, 2. Nə eləyəcək? Sahəsini tapacaq. Onda S bərabər olacaq bunun sahəsinə. 3 dəfə 2 eləyəcək 6. Buranı tapmış oldu. Ondan sonra baxın, burada bir dənə də yenə də bizim fiqurumuz, düzbucaqlımız var. Bu düzbucaqlının da gəlin sahəsini tapmağa çalışaq. Onda S nəyə bərabər olacaq? S də bərabər olacaq. 4 dəfədə 2, 8. Buranı da tapdıq sahəni 8. İndi yoldaşlar, ümumi olaraq böyük bir düzbucaqlının əgər eni verilibsə, baxın, 7 verilibsə, uzunu da burada bizim üçün 10x verilibsə, böyük S tapa bilərikmi bu düzbucaqlının? Ümumi bir sahəni tapaq. Onda alınacaq nə? 10 vurulsun 7. O da bərabərdir. Biz də eləyəcək 70 ümumi sahəmiz. Yəni, x-la verib, elə biz də x yaza bilərik. Bu şəkildə də yazıq. Kvadratını da unutmayaq. Çünki sahələrdə hər zaman kvadrat yazılır. Kvadrat metr, kvadrat santimetr. Yəni, əgər x-dırsa da, indi mən x-larını yanında yazmadım. Yəni, kvadrat olacaq. İndi yoldaşlar, ümumi sahə əgər 70 idisə də, bu 70-dən də bu kiçik sahələrdə çıxsaq, onda qalacaq bizim üçün 56 x kvadrat. O da bizim üçün doğru cavab A variantı. Baxaq 6-cı suala. 6-cı sualda ilk başlanğıc yoldaşlar, baxın, bu aşağı hissədən düşünə bilərəm. Əgər bura mənim üçün x-dırsa da, onda deyəcəm, burada x-dir. Yəni, bax, bu hissə x-dir. Onda x, x, x. Onda baxın, bu ümumi uzunluq neçə olacaq? Olacaq 3. Onda düzbucaqlının yoldaşlar, enini veribsə 4. Baxın, bu da verilib. Uzunluğu da verilib bizim üçün artıq 2, 4, 7. Uzunluğunu da aldıq 7. Aşağıdan yazacağım. 7x. Onun ümumi sahəni tapa bilərik. Yenə S də bərabərdir. 7 vurulsun 4. Bu da eləyəcək bizim üçün 28. Deməli, ümumi düzbucağın sahəsini tapdıq. İndi gəlin, burada bizim üçün var olan, baxın, bu fiqurlara sahəsini tapaq. Baxın, bu fiqurun biri budur, yoldaşlar. Baxın, kvadratdır. Çünki əgər eni və uzunluğu eyni ölçüdə verilibsə, x və x deyəcəm, onda kvadratdır. Kvadratın sahəsi nəyə bərabər idi? Elə a kvadratına bərabər. X-i x-ə vuranda eləyəcək x kvadratı. Yoldaşlar, hər zaman bu dəyişənin qabağında da bir vahid yazılır. Yəni, bu gizlin olaraq. Digər fiqurumuzda yoldaşlar, baxın, burada bir tərəfi 2x-la olan, biraz onun rəngini dəyişir. Baxın, bu fiqurdur, baxın. Burada yaranan bizim bir dənə düzbucaqlımız var. Bunun da eni 2 qısdır, uzunluğu 3 qısdır. Onda biz, bax, bu fiqurun da gəlin sahəsini tapaq. 2-ni 3-ə vuranda eləyəcək 6. Onda biz 28-dən çıxacaq, yoldaşlar. 6-nı, sonra da çıxacaq 1-i. Bu da eləyəcək 22, 22-dən də 1 çıxanda eləyəcək bizim üçün 21 x kvadratı. Doğru cavab bizim üçün C variantı. 7-ci sual. 7-ci sual yenə baxlar ki,
belə deyim, qırıq xətlərlə verilən kvadratlar gedişinə oxşar sualdır. Burada əvvəlcə verilən şəkili tamamlayacaq yoldaşlar. Görək neçə kvadrat alınır ki, biz ona uyğun tapa bilək də. Ona görə də bunları tamamlamalıyıq. Tamamlamasaq biraz tapmaq bizim üçün çətin ola bilər. İndi gəlin baxaq yoldaşlar. Bu aşağıdakı 3 qız sizi çaşdırmasın. Bu 3 qız bax bir dənə, 2 dənə, bu 3 dənə ümumi kvadratın üçünə uyğun olaraq 3 qızdır. Onda bunların hərəsi bir x-dır. Hərəsi bir x-dır ki, ümumi uzunluq cəm götürəsək, onda alınacaq bizdə 3x. Yani bu 3 x sizi çaşdırmasın ki, yani birinin tərəfi 3 x-dır. Xeyr, ümumi uzunluğa görə verilir bu 3 x. Əgər x-dırsa da tərəfləri, deməli bu bizim üçün kvadratdır. Onu da sayaq yoldaşlar. Görək neçə kvadrat varsa o qədər də tərəfini tapacaq. 3, 4, 5, ondan sonra 6, 7, 8, 9, 10, 11, 12, sonra 13, 14 və 15. Deməli, nə alındı? 15 x kvadratı. Doğru cavab A variantı. Keçək 8-ci suala. 8-ci sualda yoldaşlar, burada bizim üçün yenə fiqurlar verilib. Baxın, əgər bura 3x-dırsa da, burada 3x-dırsa da, deməli bu fiqur bizdə kvadratı tərəflər bərabərdir. Əvvəlcə kvadratın burada sahəsini tapacaq. Nəyə bərabər olacaq? 3 vurulsun 3, 9-a. Bunu tapdıq. Sonra yoldaşlar 2 buradsa da 2 də buradsa da onda nəyə bərabər olacaq? 2-ni 2-yə vuracaqsınız 4. Bunu da tapdıq. Ondan sonra əgər bura baxın bir kvadratik bir hissədir. X x-dır. Onda bunun sahəsi nəyə bərabər olacaq? Bu sahəsi də 1-ə bərabər olacaq vahidə. Əgər 4 bura 4 burada onda bu kvadratın sahəsi nəyə bərabər olacaq? 4 vurulsun 4 bərabərdir 16-ya. Deməli biz onda bütün sahələri tapdıq. İndi yoldaşlar gəlin də bunları da toplayacağıq. 9 üzərinə gələk 4, üzərinə gələk 1, üzərinə gələk 16. Bu da eləyəcək bizim üçün 30. Deməli, doğru cavab nədir? Doğru cavab 30 C variantı. Hər birimiz yəqin ki, başa düşmüş olduq. İndi gəlin 9-cu suala baxaq. Görək 9-cu sualda bizim üçün nə deyir? Deməli, yenə də burada qırıq xətlərlə bunu tamamlamamız gərəkir. Çünki qırıq xətlərlə verilibsə, yoldaşlar, biz də bunu tamamlamalıyıq. Aha. İndi gəlin baxaq görək. Burada neçə fiqur var? Əvvəlcə fiqurların sayını tapaq. Aha. Gəlin fiqurların sayını tapaq. Daha artıq bunlar birləşdi. Yəni tamamladıq. İndi yoldaşlar, yəni bu 2A sizi çaşdırmasın. Yenə bəxtlar ki, kimi misala baxanda baxırsınız ki, A var, 2A var, çaşdırıcı gəlir. Bu 2A o deməkdir ki, bax A buradır, A da buradır. Yəni ikisi birlikdə cəm halda 2A eləyir də. Bu sizin gözünüzdə çaşqınlıq yaratmasın. İndi yoldaşlar, əvvəlcə gəlin birin bunu sayaq. Görək nə qədər fiqur var burada. Deyəcək 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə, 8 dənə, 9 dənə, 10 dənə, 11 dənə, 12 dənə, 13 dənə. Deməli, nə oldu? 13 dənə fiqurumuz oldu, kvadratımız oldu. Bu da olacaq bizim üçün 13A kvadratı. Yəqin ki, başa düşdük. İndi gəlin digərlərinə baxaq. Görək nədir? İndi 10-cu sualda yoldaşlar, yenə də bizdə fiqurun tərəfləri verilib. İndi biz bu tərəflərə uyğun olaraq bunun sahəsini tapmağa çalışacağıq. Amma şəkildə baxanda biraz fiqur böyük formada görsənə bilir. Amma böyük görsənməyinə baxmayaraq o qədər də çətin sual tipi deyil. Gəlin yazaq. İndi bunu necə tamamlaya bilərik? Baxın, bu yuxarı hissədə yoldaşlar, bir dənə böyük baxın, burada bir kvadrat var. Baxın, əvvəlcə gəlin, indi ayrı-ayrı rənglərlə qələmləyərəm mən, gözümüzdə daha yaxşı görsənsin. Baxın, fiqurumuzun birincisi bu. Bu fiqurun yoldaşlar kvadratdır. Əgər 2A bir tərəfidirsə, 2A bir tərəfidirsə, onda bunun sahəsi nəyə bərabər olacaq? 2 vurulsun 2-yə. 2-ni 2-yə vuranda 4 eləyəcək. Baxın, bunu tapdıq.
Əgər bir tərəfi A-dırsa da, onda bu tərəfdə bizim üçün A olacaq, yoldaşlar. Onda burada nəyə bərabər olacaq? A-ya vuran deyil ki, A kvadratı. Yəni, burada da sahə 1-ə bərabər olacaq. Sonra baxaq görək, burada nə var? Bax, burada da yenə bir dənə fiqur yaranıb. Onda bunun sahəsi nəyə bərabər olacaq? Tərəfi A-dırsa da, yenə bu da vahidə bərabər olacaq. Sonra yoldaşlar, baxın, bu fiquru da tapa bilərik. Gəlin buna da baxaq. Əgər bu fiqurun sahəsini tapsaq, 2A bir tərəfidirsə də, hardan bildim 2A? Bax, burada sol tərəfə baxın, ümumi hündürlüyü 2A götürüb. 2A bir tərəfidirsə də, A da eynidirsə də, onda S bərabər olacaq. 2-ni 1-ə vuranda eləyəcək 2. Yəni 2A-nı A-ya vuranda 2A kvadrat eləyir. Ona görə də elə A kvadratda yazmıram, vaxt getməsin deyin, burada yer az olduğu üçün. Eləcə rəqəmləri necə yazıram. Ona görə bərabər olacaq 2. Ondan sonra yoldaşlar, baxın, bu aşağıda da yenə bizim üçün, baxın, bir dənə yenə də düzbucaqlı var. Eni verilib A, uzunluq da verilib 3A. Onda sahə nəyə bərabər olacaq? 3 vurulsun 1, 3. Deməli, bu hissənin də sahəsini tapdıq. Sonra qaldı yoldaşlar, baxın, bu sağ tərəfdəki bizim üçün var olan böyük düzbucaqlı. Çünki bu düzbucaqlının yoldaşlar 2A bir tərəfidirsə də artıq burada baxın, bu sağ tərəfi 2A-dır da, yoldaşlar. Bu sizi çaşdırmasın. Onun üzərindən bir xət çəkin. Baxın, 2A ümumi uzunluq deyil ha, bu sizi çaşdırar. Bax, buradan sağ tərəf 2A-dır. Amma bu hissə, bax, bu nöqtə qoyduğum hissənin özü belə A-dır. A budursa da, 2A da budursa da, yəni 2A da buradırsa da, onda cəmi uzunluq nə qədər olacaq? Bax, bu cəmi uzunluq deyəcəksiniz 3A. Onda bura oldu 3A. Deməli, onda hündürlüyümüz də var 2A-dır. Onda bunun sayəsini tapa bilərik. Yoldaşlar, 3-ü 2-yə vuranda eləyəcək 6. Daha yadımızdan çıxıb burada 2 var deyin. Daha düşünməyin ki, bu düzbucaqlının uzunluğu 2-dir. Elə 2-yi 2-yə vurun, 4 yazın. Xeyr. Həmişə diqqətli olun. Görün, xət hardan hara, hansı hissədən birləşdirilir. İndi yoldaşlar, onda gəlin yazaq. S ümumi sahəni tapacaq. S ümumi sahədə nəyə bərabər olacaq? Bunların cəminə 4 üzərinə gələk, 1 üzərinə gələk, 1 üzərinə gələk, 2 üzərinə gələk, 3 üzərinə gələk, 6. Yəni, bütün sahələri toplamağa çalışdıq. 5, 6, 8, 24 bu deyiləcək. Gecə dəqiqə. 5, 6, 8, 8, 14, 17. Elə bildim bu 11, 12 üçün baxdım. Yana görə 27 gedib çıxdı. Deməli, oldu bizim üçün sahə nə oldu yoldaşlar? 17A kvadratı. O da hansı cavabdır? Doğru cavab variantı. İndi gəlin 11-ci suala da baxaq. 11-ci sualda yoldaşlar, yenə burada biz 2 fiqur tamamlaya bilərik. O şəkildə də tapa bilərik. İndi gəlin baxaq görək hansı bizə daha rahat qısa gediş ola bilər. Əvvəlcə yoldaşlar, burada baxın, birinci düzbucaqlının sahəsini tapa bilərik. Düzbucaqlının sahəsini tapanda, baxın, bu şəkildə tapa bilərik. Baxın, bu düzbucaqlının əvvəlcə sahəsini tapa bilərik. Bax, burada düzbucaqlının sahəsi nəyə bərabərdir? Eni 2-dirsə də, uzunluğu da 5-dirsə də, onda deyəcək ki, S bərabərdir. 5-i 2-yə vuracaq 10. Buranı başa düşdük. Sonra, bax, burada hansı fiqur qaldı yoldaşlar? Yəni, biz o düzbucaqlını götürəndən sonra, baxın, qırmızı rənglə çəkəcəm. Burada bizim üçün bir dənə trapesiya yarandı, düzbucaqlı trapesiya. Biz bilirik ki, yoldaşlar, trapesiyanın sahəsi S bərabərdir nəyə? Oturacaqların cəminin yarısının buracıq hündürlüyə. Hündürlük də deyəndə, yoldaşlar, bu, belə deyim, düzbucaq hissəsində olan hündürlük tərəf nəzərdə tutulur bizdən və yaxud da buradan endirilmiş hündürlük, yəni qarşı tərəfə onu başa düşürük. İndi, yoldaşlar, hündürlüyü tapa biləcək. Çünki 2 buradırsa da, ümumi uzunluqda 5-dirsə də, deyəcək burada 3-dür. İndi oturacaqlar var, hündürlük var. Biz də bunları gəlin hesablayaq. Onda bərabər olacaq 6 üzərinə gələk. Deyirsiniz ki, müəllimə, buranı niyə 8 götürmədiniz? 8 yoldaşlar yadınızda saxlayın. 8 ümumi uzunluqdur. Əgər ümumi uzunluğun ikisi buradırsa da,
Onda 6 da bura qalacaq. Cəmi 8 eləyir. Bu sizi çaşdırmasın. Ona görə 6 üzərinə gələk 4 bölünsün 2 vurulsun 3. Bu da eləyəcək bizim üçün 15. İndi S ümumi sahə nəyə bərabər olacaq? Düzbucaqlının sahəsi 10 idi. Trapesiyanın sahəsində 15 tapdıq. Bu da elədir. Bizim üçün 25 kvadrat santimetr. Doğru cavab C variantı. İndi bilmirəm neçə sualdır. Bu olsun bizim üçün kaydın birinci hissəsi. İndi inşallah ikinci hissənin də davamını çəkib atacağım. Oldu hələlik. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Bir daha baxarsınız, nəyi başa düşdünüz, düşmədiniz, yenə də deyə bilərsiniz. Belə deyim, əvvəlcə özünüz yazmağa çalışın. Yaza bilmədiyiniz halda, başa düşmədiyiniz halda yenə də izaha baxa bilərsiniz. Əvvəlcə düzbucaqlının sahəsini bilməniz gərəkir, kvadratın sahəsini bilməniz gərəkir, kvadrat və düzbucaqlının perimetrini bilməniz gərəkir, üçbucağın sahəsini bilməniz gərəkir. Düzdür, desəz üçbucağın perimetri ilə bağlı düşür, xeyr, elə sual tipləri düşmür. Müəyyən sadəcə tərəflərlə bağlı suallar olur, onları da tapmaq bacarmalıyıq. Artıq yazı bilgilərdir. Oldu, hələlik sağlıqlı qalın.